Yol otu budur, bax, yol otu budur, bax. Öz evimin yanının yol otusudur. Ən gözəl yiyləsi şirəli ot, bax budur. Evim bax burada olub, əlimin zəhmətinlə, qavarıyla tikdiyim ev indi bana burada göz dağı oldu. Mən çox sənət edirdim ki, gəlin bir, heç olmasa bu 72 yaşında gəlin bir görgənin baxayım, görün bir kəndin vəziyyətinə yerdədir. Öz həyatımı getdim gördüm, öz əlimlə tikdiyim evi getdim gördüm. Elə bir dəhşətə gəldim ki, hələ oradan gələndə buraya mən hələ özümü gələ bilməmişəm. Bir dənə ev yox idi Xeyrımlıda. Hələ bəzi evlərin yerlərini zorla belə baxdım, anlaşdırdım ki, bu filan kəsin evi olub burada. Təəccüb elədim ki, bu kəndin evlərinin bunlar nə təriz sıyırıb tökübdülər ki, bunun yerin heç daşı da bilinmir buranı. Bəlkə mən bu gecə rahat yata biləm. Az da olsa. 91-in oktyabrın ayın 11-də qardaşımın qızının toyuydu. Toyun səhərsi günü qardaşımın evinin qabağından çay axırdı. Çayın o yüzündən ermənilər hardasa bir 150-100 metrəlikdən yengəmi qardaşımın arvadını o otaqdan çıxıb bu otağa girəndə külənin arasından vurmuşdular. Rəhmətə getdi. Amma onun da qanı yerdə qalmadı. 3 il bizim kəndə tutulan divan olan müsibət heç bir kəndə bəlkə olmamışdı. O vaxt Nemesliyi ilə 41-45-də o uşağa, qadına əl qaldırmıyordu. Bunlar nə uşağa baxdılar, nə qadına baxdılar. Əllərində keçəni yandırdılar, öldürdülər. Biz o kənddən bir müsibətlə, bir harayla çıxmışıq ki, uşaqların əlindən tutub, dər aşağı qaçmaqla haraya gedirdik, gülləyə rast gəlirdik. İndi şükür, torpaqlarımız alınıb, gün olar kəndimizə qaydarıq, elimizə, günümüzə qaydarıq. Xeyrımlıdan büyüyün həyat yoldaşım bax, pencər dərif gətirib. Yol otu dediyimiz pencər. Elə bil ki, kəndə yenidən qayıtdım. Pişirmişəm. Qəşəng qutabda pişərmişəm. Qeyd edək ki, Xeyrımlı kəndi 1992-ci ilin 8 martında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2024-cü ilin 19 aprelində isə Azərbaycan dövlətinin iradəsi ilə Qazağın işğal altında olan 4 kəndi, o cümlədən Xeyrımlı kəndi bir güllə atılmadan geri qaytarılıb.